Mən Tərtər rayonu Balakən Gəlir kənd sakini Kərimov Məsud Əloğlu. Müraciət eləmişəm, təşəkkür edirəm, gəlmişsiniz. Bu əkin sahəsi mənimdir, 2 hektar yerim var. Bunu yonca eləmişəm, ot. Bunu pişməkdən ötəri mənim xərcim, əkini 100 manatdır. Əkin traktorist gəlir, əkir 100 manata əkir hektarını. Mən xahiş eləyərdim ki, bu suvarmasına bir de göz qabağındadır. Hamısı çatdı. Susundan yanır. Susundan yanır. Bu susundan yanır bu sahə. Bu da su da gəlir Sərsəng su anbarından. Ermənilər boşlamır. Ona görə də nəticəsi budur. Xahiş eləyərdim ki, bu su işini dəqiqləşdirəsiz, su gəlsin, bu pay torpağımızı əkib biçə bilək. Mən heç yerdə işləmirəm, ailə üzvlərim 5 nəfərdir, heç bir gəlirimiz yoxdur, özüm də işləmirəm, müharibə veteranıyam. Müharibə veteranıyam, Qarşıqdan da müharibə veteranıyam. Heç bir gəlirim yoxdur, ancaq gəlirim sahədəndir, o da su yoxdur. Nə boyda əraziniz var? Neçə sotdur? 2 hektardır. 2 hektar əraziniz. 2 hektar yoncadır. Yonca. Nə zaman əkmişdiniz? Keçən il avqust ayı əkmişəm. İndi də su yoxdur. Siz göstərə bilərsinizmi sərhəddinizi? Sərhəddim buradan bu ağaçdan o şuma kimidir. Bütün bu ərazidə yonca əkilib, hə? Bəli, yonca sahəsidir. O şuma kimidir.